Mən fizioterapiya və reabilitasiya üzrə uzman doktor Ağalar Cavadov, İstanbul Üniversitesi İstanbul Tıp Fakültəsi Fizioterapiya və Reabilitasyon bölümündən məzunam. Mən uzun müddət İstanbulda Atlas Universitetində fəaliyyət göstərmişəm. Hal-hazırda da bəlli bir aralıqlarla fəaliyyət göstərirəm və universitetdə dərs deyirəm tıp fakültəsində. İndi hal-hazırda Azərbaycanda Bakı Medical Plaza Babək filialında fizioterapiya və reabilitasiya şöbəsinin şöbə müdiriyəm. Həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərirəm. Uzun zamandır ki, şürut kursları barəsində eşitmişdim. Hətta mən İstanbul Üniversitetində olarkən mənim bir neçə həkim yoldaşlarım bu kursu almışlar və mən də arzuluyordum ki, belə bir imkanım olsun. Çox şükür ki, bu kursu ala bildim. Öncəliklə bizə bu gözəl bir xəstəxanada gözəl bir şərait yaradan başhekim İradə xanıma, təşkilatçımız Aynur xanıma və müəllimimiz Mariya xanıma çox təşəkkür edirəm. Çox verimli bir kurs oldu. Yeni məlumatlar əldə elədik. Mən 140-dan çox kursa getmişəm, amma bu mənim üçün tam fərqli bir kurs oldu. Bunun yeri ayrıcadır. Və istər həkim yoldaşlarıma, istər fizioterapistlərimizə belə bir gözəl yerə gəlib və belə bir təhsili almağı məsləhət görürəm. Çünki bu bir fürsətdir, hər zaman olmur. Məncə dəyərləndirin. Təşəkkür edirəm.